Salam, hörmətli həmkarlar. Bizim bugünkü verilişimiz texnologiya fənninə həsr olunur. Biz bugün Gülşən Mirzadənin təqdimatında emal texnologiyaları məzmun sahəsinə dair müxtəlif test tapşırıqlarının izahı ilə tanış olacağıq. Salam Gülşən xanım. Salam, hər vaxtınız xeyir Pərvinə xanım. Gülşən xanım, bu texnologiya fənninə dair ilk dərsimizdir və müəllimləri maraqlandıran suallar qiymətləndirmə çərçivəsi ilə bağlıdır. Texnologiya fənnində neçə məzmun sahəsi var və hər məzmun sahəsinə görə müəllimlər neçə test nümunəsi ilə qarşılaşacaqlar? Çox sağ olun Pərvinə xanım və mən qarşıda gələn sertifikasiya imtahanında bütün texnologiya fənn müəllimlərinə uğurlar arzulayıram. Və gəlin çərçivə sənədi haqqında bir balaca məlumat verim. Texnologiya fənni üzrə 4 məzmun sahəsi vardır. Gəlin onlarla yenidən xatırlatma aparaq. Məzmun sahələrimiz emal texnologiyaları, texnika elementləri, məişət mədəniyyəti və qrafika. Və sualların sayı isə emal texnologiyaları üzrə 17, texnika elementləri üzrə 13, məişət mədəniyyəti üzrə 12, qrafika üzrə 8 sualdan ibarətdir. Və sualların sayının belə bölünməsi bəlkə də müəllimlərdə bir sual doğura bilər ki, nə üçün emal texnologiyaları üzrə 17 sual, o biri suallar azlıq təşkil edir. Bu ona dəlalət edir ki, bizim 5-ci və 9-cu sinif mövzuları arasında ən çox mövzular emal texnologiyaları üzərində qurulmuşdur. Gəlin test nümunələri ilə tanış olaq. Deməli, birinci sualımız texnologiya dərsində şagird konserv bankalarının hazırlanmasında istifadə edilən 0,2-0,5 mm qalınlığında nazik təbəqəli metal haqqında danışdı. Bu məlumat hansı metal növünü xarakterizə edir? Cavablara baxsaq, A. Sinklənmiş tənəkə, B. Mis təbəqə, C. Ağ tənəkə, D. Çuğun təbəqə, Y. Qara tənəkə. Deməli, müəllimlərin bildiyi kimi, yəni hər bir müəllim, texnologiya müəllimi yəqin ki, məlumatlıdır. Tənəkə 0,2-0,5 mm qalınlığında olan nazik təbəqəli deməli təbəqədir və onlar 3 yerə bölünür. Ağ tənəkə, qara tənəkə və sinklənmiş tənəkə. Ağ tənəkə üzəri nazik qala təbəqə ilə örtülmüş təbəqədir. Sinklənmiş tənəkə üzəri sink təbəqəsi ilə örtülmüş tənəkədir. Qara tənəkə isə ümumiyyətlə üst örtüyü olmayan bir tənəkədir. Amma burada cavab C variantıdır. Ağ tənəkə, yəni konserv bankalarının hazırlanmasında ağ tənəkədən istifadə olunur. Növbəti suala baxaq. Burada sxem üzrə uyğunluğu müəyyən etmək lazımdır. Bu mövzumuz bizim 7-ci sinif üzrə mətbəx bıçağının deməli itlənmə mövzusuna aiddir. Və burada 3 variant verilib. İtiləmə bucağı 25-30 dərəcə, İkinci, itiləmə bucağının böyüməsi. Üçüncü, tiyanın göyərməsi. Bunu uyğunlaşdırmalıyıq. Cavab A, 1C, 2A, 3B. Növbəti sualımız, deməli, 5-ci sinif üzrə oduncağın emalı texnologiya sahəsinə aid olan burğulanmaya aiddir. Oduncağın burğulanması mövzusuna aiddir. Burğulanmanın sonunda burğunu deşikdən çıxardarkən oduncağın sınıb qopmaması üçün usta hansı texnikadan istifadə etməlidir? Deməli, birinci fırlanma sürətini artırmalıdır. İkinci, dayağa təzyiqi azaltmalıdır. Dayağı daha bərk sıxmalıdır. Burğunu dərhal geri çəkməlidir və pəstağı su ilə islatmalıdır. Düzgün cavabımız dayağa təzyiqi azaltmalıdır. Növbəti sual. Usta çox kələkötür olan qalın taxta pəstağın səthini ilk dəfə emal etmək istəyir. Bu, oduncağın yonulması mövzusuna aiddir. 5-ci sinif materialıdır. O emal payını böyük miqdarda çıxarmaq üçün hansı yonucu aləti seçməlidir? Şəkildə gördüyünüz təsvirlərdə, deməli, şerxebil A, B rəndə, fuqan və törpü ilə suvantın şəkili verilib. Burada bir məlumat vermək istəyirəm ki, şerxebil rəndə və fuqan yonucu alətlərə aiddir. Amma törpü ilə suvant isə təmizləmə alətlərinə aiddir. Ona görə biz bu 3 variantın arasında seçim edirik. Bildiyimiz kimi şerxebil kobud yonma üçün istifadə edilir və onun alman dilinə tərcüməsi də kobud yonmadır. İkinci rəndədir. Rəndə son deməli yonma işlərini yerinə yetirmək üçün istifadə edilir. Fuqan isə uzun pəstahların təmizlənməsi üçün istifadə edilir. Cavab burada şerxebildir. Yəni, birinci ilk səthi təmizləmək üçün şerxebil alətindən istifadə edilir. Növbəti sualımız. Deməli, burada da oduncağın mişarlanması və təmizlənməsi mövzusuna aiddir. Müxtəlif bucaqlar 30 dərəcə, 40 dərəcə, 45 dərəcə, 60 dərəcə, 90 dərəcə bucaq altında pəstahın dəqiq kəsilməsini təmin edən tərtibat necə adlanır? Tərtibat dedikdə alətlər və tərtibatları var. Ümumiyyətlə xarrat bucaqlığı,
reismus və deməli fuqan, bunlar alət sayılır. Mişarlama qutusu və altlıq taxta isə tərtibatdır. Xarrat bucaqlığı düz bucaqların ölçülməsində, çəkilməsində istifadə olunur. Reismus paralel xətlərin çəkilməsində istifadə olunur. Altlıq taxta ülgünün çəkilməsi üçün istifadə olunur. Fuqan bayaq dediyimiz kimi uzun pəstahların yonulmasında istifadə olunur. Mişarlama qutusu isə 30 dərəcə, 40 dərəcə, 45, 60 və 90 dərəcəlik altında bucağın ümumiyyətlə pəstahın dəqiq kəsilməsi üçün istifadə olunan deməli tərtibatdır və o tərtibatın daha rahat istifadəsi üçün mütləq o versaks xacına bağlanılır və rahat formada həmin bucaq altında pəstah kəsilir. Növbəti sualımız. Alman alimlərinin apardığı tədqiqatlara istinad edən bir ailə sağlamlıq məqsədi ilə rasionuna qoyun əti əlavə edir. Onlar bu qərarı ilə hansı xəstəliyin riskini azaltmağa çalışırlar? Əslində, situativ suallar müəllimlər üçün bəlkə də fikirləşirlər ki, çətinlik törədir. Amma sadəcə olaraq məntiq ilə yaxınlaşanda bu məsələyə rahatlıqla onun cavabını tapmaq olur. A. Şəkərli diabet, B. Ürək damar çatışmazlığı, C. Mədə bağırsaq xəstəlikləri, D. Xərçəng toxumalarının inkişafı, Y. Görmə zəifliyi. Burada cavab xərçəng toxumalarının inkişafıdır. Növbəti sualımız. Həkim allergiyadan əziyyət çəkən və radiasiya fonu yüksək olan zonada yaşayan şəxsə keçi südü məsləhət görür. Bu tövsiyənin elmi əsası nədir? Doğrudan da bu da əsaslandırılmış bir məlumatdır. A. Keçi südünün tərkibində 6-8% yağ olması. B. Keçi südünün 1060 kilokalori enerjiyə malik olması. C. Tərkibindəki immunoglobulinlərin radionukleidləri çıxarması. D. Keçi südündən Roquefort pendirinin hazırlanması. Y. Keçilərin sürü halında yaşamaq xüsusiyyəti. Burada isə cavab C variantıdır. Növbəti sualımız isə bizim 7-ci sinif üzrə deməli balıqlardan isti yeməklərin hazırlanması mövzusuna aiddir. Və burada bir məqam var. O məqama toxunmaq istəyirəm. Sual belədir. Situativ sualdır. Mağazadan balıq alan müştəri soyudulmuş balıq etiketi olan məhsulun həqiqətən təzə olduğunu necə yoxlamalıdır? Hansı göstəricisi balığın xarab olduğuna birbaşa sübutudur? Əslində soyudulmuş balıq bəlkə də məsəl üçün problem yaradan bir sual kimi ola bilər. Sadəcə olaraq bilmək lazımdır ki, təzə balıq soyudulmuş və soyudulmamış olur və soyudulmuş balıq odur ki, soyudulmamış odur ki, təzə balıq deməli tutulduqdan sonra o hava ilə eyni temperaturda saxlanılır. Yəni saxlanılmır. O dəqiqə onu istifadəyə verirlər. Amma soyudulmuş balıq isə 0 dərəcəyə kimi soyudulur və sonra istifadə edirlər. Fərqləri budur. Və burada biz xarab olduğunu birbaşa sübutu olan variantı tapmalıyıq. Və bu da məncə çox asan sualdır. Balığın qəlsəmələrinin qırmızı rəngdə olması və xarakterik iyi verməsi bu balığın doğrudan da təzə olmasını dəlalət edir. İkinci, balığın üzərinin nazik və şəffaf bir selik təbəqəsi ilə örtülü olması. Bu da balığın təzə olmasını göstərir. Biri var bir selik təbəqə ilə örtülü, bir də var yapışqan. Yəni əl vurduqda yapışqan kimi olursa, deməli o köhnədir. C. Balığın qarnının şişkin olması, gözlərinin batması və pulçuqların tökülməsi. Bu düzgün variantdır. Və balığın əzələ qatının bərk olması və sümüklərə çox kip şəkildə birləşməsi bu təzə balığa aiddir. Və Y. Balığın temperaturunun ətraf mühitin temperaturu ilə eyni səviyyədə olması ki, hansı ki o soyudulmamış balıqdan danışdıq ki, eyni temperaturda olmalıdır. Və cavab burada C. Balığın qarnının şişkin olması, gözlərinin batması, bulanıq olması və pulcuqlarının tökülməsi xarab olmuş balığın birbaşa sübutudur. Növbəti sualımız cədvələ uyğun doğru yanlışı müəyyən edin sualıdır və bu sualımız 7-ci sinif üzrə metalın çapılması texnologiyasına aiddir. Deməli, burada birinci sütunda göstərdiyimiz ancaq doğru cavabları tapmalıyıq. İkinci sütun isə ancaq yanlış cavabları tapmalıyıq. Və burada nəyə fikir veririk? Birinci, bilək zərbəsi tilişkələrin iti kənarlarının götürülməsi üçün işlədilir. Bu doğru cavabdır. Və cavab variantına baxanda, deməli, bir cavabı olan cavablara diqqət edirik. Bu A, B və Y cavabıdır. Bu doğru cavabdır. İkinci, polad 45 dərəcəlik bucaq altında emal edilir. Bu yanlış fikirdir. 3. Çapmanın sonunda zərbənin gücünü zəiflədir. Bu düzgün fikirdir. Baxırıq 1, 3 A variantındadır və Y variantındadır. Deməli 2 variant üzərində işləyirik. 4-cü, çiyin zərbəsində qalınlığı 3-5 mm olan metalların çapılması və böyük səthlərin emalı zamanı istifadə edilir.
Bu da doğru fikirdir. Deməli, yanlışdırsa o yanlışa aid deyil. 5-ci, əlvan metallar 60 dərəcəlik bucaq altında emal edilir. Bu yanlış fikirdir. Yəni, əlvan metallar deməli 60 dərəcəlik deyil, polad 60 dərəcə bucaq altında emal edildiyi üçün bu yanlış fikirdir. Deməli, cavab 1, 3, 5 və 6-cı isə kəsmənin keyfiyyətini əlinizlə yoxlamayın. Bu doğru fikirdir. Bizim cavabımız A variantı 1, 3, 5-dir. Növbəti suala baxırıq. Bu, naxış vurma texnologiyasına aid olan mövzudur. 7-ci sinif mövzusudur. Leyla kərgahda işləyərkən sapı parçada bərkitmək üçün ilmək üsulundan istifadə etmək istəyir. O sapı iynəyə tək qat keçirib ucunu düyünləyir. Leylanın işində yaranacaq əsas problem nədir? Şəkildə də göründüyü kimi, yəni orada 2 qat sapdan istifadə edilir. Ümumiyyətlə, ilmə ən əlverişli üsuldur. Və cavab variantlarına gəlin baxaq. İlmək üsulu yalnız kətan parçalarda mümkündür və bu üsul yalnız 2 qat sapla yerinə yetirilməlidir. C. Sapın düyünlənməsi parçanın üst tərəfində qabarıq qalmasıdır. D. İynə tərsinə aparılarkən sap qırılacaq. Y. İlmək üsulunda sap heç vaxt iynəyə keçirilmir. Düzgün variant, bu üsul yalnız 2 qat sapla yerinə yetirilir, ilməni yaratmaq üçün. Növbəti sualımız, bu sualımız bizim deməli, məişət mədəniyyətinə aid olan bir sualımızdır. Yəni, nümunə olaraq verdim bunu ki, müəllimlər tanış olsunlar. Sual belədir. 7-ci sinif şagird partasının və masanın təmiri mövzusuna aiddir. Masanın ayaqlarını çərçivəyə bərkidən şuruplar yerindən düşür. Təmir zamanı köhnə şurupların yerinə hansı növ şuruplar seçilməlidir? Bu sualın cavabı daha doğrusu eyni uzunluqda, lakin bir qədər böyük diametri şuruplardır. Yəni, əgər o laxlayıb çıxırsa, həmin yer diametri böyüyür. Böyüdüyünə görə də mütləq eyni uzunluqda, lakin bir qədər diametri böyük olan şuruplar götürmək lazımdır. Cavab D. Eyni uzunluqda, lakin bir qədər böyük diametrli şuruplardır. Növbəti sualımız, deməli, burğu dəzgahının iş prinsipi və quruluşuna aid olan mövzudur. Bu da 7-ci sinifə əhatə edir. Şagird burğu dəzgahında deşik açarkən elektrik mühərrikinin fırlandığını görür, lakin burğu bərkidilmiş şpindeli hərəkət etmir. Dəzgahın quruluşunu nəzərə alsaq, problem hansı hissədə ola bilər? A. İşə salma düyməsi nasazdır. B. Qayış ötürməsi qırılıb və ya yerindən çıxıb. C. Burğu patronu düzgün bağlanmayıb. D. Şpindelin daxilindəki stopper xarab olub. Y. Elektrik şəbəkəsində gərginlik aşağıdır. Burada cavab qayış ötürməsi qırılıb və ya yerindən çıxıb. Çünki fırlanma hərəkətini, elektrik mühərriki fırlanma hərəkətini qayış ötürməsi vasitəsilə verir və qayış ötürməsi də şəkildə göründüyü kimi üzəri qapaqla örtülmüşdür. Ona görə cavab deməli B, qayış ötürməsi qırılıb və ya yerindən çıxıb. Növbəti suala baxaq. Şagird metal çubuğun üzərində pafta ilə yiv açarkən metal yonqarlarının alətin deşiklərindən çıxdığını müşahidə edir. İş bitdikdən sonra o hansı təhlükəsizlik qaydalarına əməl etməlidir? Daha doğrusu bir qayda verilib burada. Cavablar belədir. A. Yonqarları əllə təmizləmək olar. Xeyr, olmaz. Yanlış fikirdir. Yonqarları üfürməklə təmizləmək lazımdır. Yanlış fikirdir. Nasaz alətlərlə ehtiyatla işləmək olar. Yanlış fikirdir. Yiv açarkən əlcək geyinmək qadağandır. Əksinə geyinmək lazımdır. Y variantı alətləri yonqarlardan süpürücü şotka ilə təmizləmək lazımdır. Düzgün cavab Y. Yonqarları xüsusi şotka ilə təmizləmək lazımdır. Növbəti suala baxaq. Dediyim suallardan biri də budur. Deməli, bu 6-cı sinif üzrə divar əşyalarının bərkidilməsi mövzuna aiddir və bizim məişət mədəniyyəti sahəmizə əhatə edir. Və əşyaların görünən üsulla bərkidilmə vasitələrini uyğunlaşdırındı sual. Şəkildə gördüyümüz kimi biz uyğunlaşdıranda təsvirdə hər hansı bir tutaq ki, bərkitmə vasitəsi yadımızdan çıxsa belə, onun formasına baxıb yadımıza sala bilirik. Məsələn, metal asma dayaq dedikdə biz dayağa baxıb C variantını götürə bilirik. Metal kronşteyn və metal asmadan söhbət gedir. Burada cavab birinci, deməli, metal asma dayaq C variantıdır. Metal kronşteyn A variantıdır. Metal asma isə B variantıdır. Deməli, cavab B 1C, 2A, 3B-dir. Növbəti sualımız yenə də yiv birləşməsinə aid olan sualdır. Detalların yivli birləşməsinin texniki üstünlükləri haqqında verilmiş fikirlərdən hansı tamamilə doğrudur? Onlar mürəkkəbdir və yalnız xüsusi zavodlarda yığılır. Yanlış fikirdir.
Bu birləşmələr sökülməyən birləşmədir. Xeyr, yiv birləşmələri sökülən birləşmədir. C. Çox sadə və etibarlıdır. Asanlıqla sökülür və yığılırlar. Doğrudan da yiv birləşmələri sadə və etibarlıdır və asanlıqla sökülüb yığıla bilir. D. Yalnız silindrin daxili səthində tətbiq edirlər. Y. Birləşmələrdə heç vaxt şaibə istifadə edilmir. Bu da yanlışdır. Deməli, düzgün cavab C. Çox sadə və etibarlıdır. Asanlıqla sökülür və yığılırlar. Növbəti deməli sualımız bizim mikrodalğalı soba ilə əlaqədardır. Bu 9-cu sinifin keçirilən mövzularından biridir. Mikrodalğalı sobanın iş prinsipi və quruluşudur. Sxemə əsasən mikrodalğalı sobanın müsbət və mənfi cəhətlərini müəyyən edir. Əslində, mikrodalğalı sobanın müsbət cəhətləri çoxdur. Sadəcə olaraq, sual olaraq müsbət cəhətləri, 3 müsbət cəhətləri verilib, yəni biz onu uyğunlaşdırmalıyıq və 2 mənfi cəhəti. A. Yeməyin qızdırılması və vaxtının qısaldılması, bu müsbət cəhətdir. Yeməyin donunun açılması, müsbət cəhətdir. Mətbəxdə yer tutması, mənfi cəhətdir. Sağlam qida hazırlanması, müsbət cəhətdir. Əlavə elektrik enerjisi sərf etməsi isə mənfi cəhətdir. Deməli, C ilə Y mənfi cəhət, A, B, D isə müsbət cəhətlərə aiddir. Və cavab D, 1A, B, D, 2 isə C, Y. Növbəti sualımız 8-ci sinif üzrə, deməli, un məmulatlarının hazırlanmasında ərzaq məhsullarından danışılır burada mövzuda və bişirilən un məmulatlarının rəngi bulanıqdır, xəmir acımır, tez qaysaq bağlayır və bişərkən çatlayır. Bu vəziyyətin səbəbi nədir? A. Xəmir tamamilə duzsuz yoğrulub, B. Xəmirə həddindən çox şəkər tozu vurulub, C. Xəmir həddindən çox duzlu yoğrulub, D. Xəmirdə süd əvəzinə su istifadə olunub, Y isə un ələnmədiyi üçün oksigen çatışmır. Burada isə cavab, xəmir həddindən çox duzlu yoğrulan zaman xəmir acımır, tez qaysaq bağlayır və bişərkən çatlayır. Euler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Deməli, burada polad ilə çuğunu fərqləndirmək lazımdır və bu mövzuda metallar haqqında məlumat, prokat haqqında məlumat mövzusuna aiddir, 7-ci sinif mövzusudur. A. Tərkibində 2%-dən 4%-ə qədər karbon vardır. Sərt, lakin kövrək xassiyyə malikdir. Yəni, o kövrək sözü varsa, biz o dəqiqə bilirik ki, o çuğuna aiddir. Dəmirin karbonla ərintisi, ikisi də, polad və çuğun ikisi də dəmirin karbonla ərintisidir. D variantı bərkdir, yaxşı döyülür və kəsilir, polada aiddir. Maşınlar, dəzgahlar və müxtəlif kəsici alətlər poladdan hazırlanır və cavab burada Y variantıdır. 1D, Y deməli polad, 2A, B çuğunun xüsusiyyətləri, üçüncü isə oxşar xüsusiyyəti C, yəni dəmirin karbonla ərintisidir. Növbəti bizim 3 deməli hesablama tipli suallara müraciət etmək istəyirəm. Müəllimlər üçün bəlkə də bu ilk ola bilər, biraz çətin ola bilər, amma burada hesablamalar çox sadə formada gedir. Mən onun izahını vermək istəyirəm ki, müəllimlər çətinlik çəkməsin imtahan zamanı. Birinci məsələmiz budur. Bu 8-ci sinif üzrə deməli ev heyvanlarına qulluq mövzusuna aiddir. Belə bir sualdır. Laboratoriya müayinəsi zamanı qoyun südünün tərkibində yağ miqdarı 7%, zülal isə 5% olaraq ölçülmüşdür. Bu südün 2 litrindəki yağ və zülalın cəmi çəkisi qramla nə qədərdir? Və bizə cavablar qramla verilib. 120 qram, 180 qram, 240 qram, 280 qram və 300 qram. Burada biz mütləq qaydada yağ və zülalın ümumi deməli faizini tapmalıyıq və cavab alınacaq 240 qram. Deməli, ümumiyyətlə qramla yağ və zülalın cəmi çəkisi qramla 240 qrama bərabərdir. İkinci məsələmiz də deməli yenə həmin mövzuya aiddir. Gün ərzində toyuqlara 20-25 qram miqdarda silos vermək tövsiyə olunur. Fermer 100 baş toyuq saxlayır. Yəni bu çox asan məsələdir və mənə elə gəlir ki, müəllimlər bir çətinlik çəkməyəcək bu formada hesablama tipli sualları görsələr. Tövsiyə olunan minimum normaya əsasən o gün ərzində bu toyuqlara cəmi nə qədər silos verməlidir. Və burada bizim 2 göstəricimiz var. 20 və 25. Yəni bu 20 minimumdur, 25 isə maksimumdur. Və cavab variantları kiloqramla verilib. 1 kiloqram, 1,5 kiloqram, 2 kiloqram, 2,5 kiloqram, 3 kiloqram. Və burada 100 başdırsa və minimumu biz 20-ni götürürüksə, 100-ü 20-yə vururuq, 2000, 2000 qramı da kiloqrama çevirəndə 2 kiloqram. Düzgün cavab 2 kiloqramdır. Və növbəti sualımız və sonuncu sualımız. Bu sual 9-cu sinif üzrə ev heyvanlarının
deməli, yem tədarükü ilə bağlı olan mövzudur. Bir inək hər yemləmədə 3 kiloqram silos yeyirsə, sutkalıq maksimum normanı 18 kiloqram tamamlamaq üçün neçə dəfə yemlənməlidir? Cavablar: A 3 dəfə, B 4 dəfə, C 5 dəfə, D 6 dəfə, Y 7 dəfə. Burada bayaqki məsələdə minimum norma götürülmüşdür. Burada isə maksimum norma 18 kiloqramdır. Ona görə də 18 kiloqramı 3-ə bölürük və cavab D 6 dəfə. Bu məsələnin də cavabı 6 dəfə, yəni 18-i bölürük 3-ə, alır 6 dəfə. Diqqətiniz üçün təşəkkür edirəm və qarşıda gələn sertifikasiya imtahanında hər bir müəllimə uğur arzulayıram. Gülşən xanım, geniş izahınıza görə biz sizə təşəkkür edirik və qeyd eləmək istəyirik ki, təqdim elədiyiniz suallar içərisində həm faktoloji biliyi özündə əks elətdirən, eyni zamanda situativ tapşırıqlar müəllimlər gördülər və bir şey xüsusilə vurğulamaq istəyirik ki, sizin qeyd elədiyiniz məsələlərdə müəyyən hesablama işləri aparmaq lazımdır. Müəllimlər narahat olmasınlar, orada kalkulyator verilir ki, həmin kalkulyator vasitəsilə istənilən hesablamanı aparmaq mümkündür. Çox sağ olun, təşəkkür edirəm. Əziz həmkarlar, bizim bugünkü verilişimiz yekunlaşır. Növbəti verilişlərdə görüşənə qədər.